Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 15 mart 2026-cı ildə keçirilən fən müsabiqəsinin suallarını izah ilə qarşınızdayıq. Qısa başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. İşıqlı mühit və qaranlıq mühit verilən vəziyyət nəzərə alaq. Cücərmə zamanı baş verən hadisələr haqqında aşağıdakı ifadələrdən hansını demək olar? Deməli, ümumiyyətlə yadınıza saxlayın ki, toxumların cücərməsi üçün birinci sağlam rejim lazımdır, temperatur lazımdır və hava lazımdır. Burada cücərmə üçün su, oksigen, temperatur, bu işıq artıqdır, işıq lazım deyil. Cücərmə zamanı fotosintez baş verir, xeyr, baş verə bilməz. Toxumlar işıqlı mühitdə daha sürətlə cücərir, xeyr, qaranlıqda daha sürətlə cücərəcək. Cücərmə üçün işıq tələb olunmur, xeyr, işıq və hansı demək olar? Bəli, cücərmə üçün işıq tələb olunmur. Quruluş və inkişaf xüsusiyyətinə uyğun olaraq meyvə digərlərindən fərqlənir. Diqqətlə baxsaq, bunlar mürəkkəb meyvələrdir. Bu isə günə baxanın meyvəsidir və toxumca meyvədir, sadə meyvəyə aiddir. Araşdırma zamanı hermafrodit çiçəyinin birinci vəziyyətdə reproduktiv orqanları çıxarılır və ikinci vəziyyətə gətirilir. Bu bitkinin yaşaması üçün lazım olan ekoloji şərait təmin edilərsə, aşağıdakı yol hansının əmələ gələ bilməz? Dişi orqan çıxarılıbsa, dişidə olan hissələr yaranmayacaq. Dişidə nə yaranır? Meyvə yaranır, toxum yaranır. Ona görə də 1 ilə 2, 1 və 2 o da A variantına uyğun gələcək. Növbəti sualımıza bax. Şəkildə suda yaşayan Valensiya bitkinin erkək və dişi çiçəkləri təsvir olunmuşdur. Erkək bitkinin çiçəkləri suyun altında inkişaf edir. Çiçəyin ləçəkləri bir-birinin üzərinə bağlanaraq tocuqlarını sudan qoruyur. Çiçək gövdədən ayrılıb suyun səthinə qalxdıqda ləçəklər açılır. Dişi bitkinin çiçəkləri də isə suyun səthində yerləşir. Dişi çiçək ləçəkləri su səthində kiçik çökəklik yaradır. Bu quruluş erkək çiçəyin yaxınlaşmasını asanlaşdırır və tocuğun dişi çiçəyin çoxalma orqanına çatmasına şərait yaradır. Bundan əlavə bitkidən ayrılan yarpaqlar da yeni Valensiya bitkisi inkişaf edir. Verilən məlumatlara əsasən bu bitki aşağıdakı ifadədə hansı yanlışdır? Tocuq suyun altında əmələ gəldiyinə görə mayalanma və ziqotun əmələ gəlməsi bu suyun altında baş verəcək. Bu yanlışdır. Nəyə görə? Deyir ki, ləçəklər qoruyur tocuğu ki, suya islanmasın. Sonra çıxıb suyun üzərində mayalanma baş verir. Amma burada isə suyun altında dediyinə görə bu yanlışdır. Vaktiki ölçüsü 0,15 metr olan qırmızı qan hüceyrəsi böyüdülmüş ölçü 30 mm-də böyütmə dərəcəsini tapın. Böyütmə dərəcəsini tapmaq üçün onun böyüdülmüş ölçüsünü, yəni 30'u böləcəyik faktiki ölçüsünə 0'dan 1000'də 15'e. Bu da bərabər olacaq. Bu da bunu 3, buradan da 2 ve 200 edəcək. Bu da C variantına uyğun gəlir. Cücərməyə temperaturun təsirini araşdırmaq məqsədilə təcrübə aparılacaq. Təcrübə noxud və mərcimək toxumlarının istifadə. Aşağıdakı qrafiklərdən KLM mühitlərinə aid məlumatlar təqdim edilmişdir. Təcrübəçinin məqsədinə çatmaq üçün aşağıdakı hansı icra olunmalıdır? Deməli, bunlar gördüyünüz ki, noxud toxumları K mühitində yerləşdirib müşahidə edilərsə, ümumiyyətlə yadınızda saxlayın ki, bu müşahidə aparacaqsa 2 fərqli mühitdə yerləşdirməliyik. Bir mühitdə yerləşdirsək mümkün olmayacaq. Ona görə bu düzgün deyil. Mərcimək toxumları L mühitində yerləşdirib müşahidə. Yenə də bir mühitdə gedir. Ona görə də bunu da getməyəcək. Mərcimək K, M və mühitində yerləşdirib müşahidə yoxdur. K-da görürsünüz, K ilə M-də fərqlidir. Yəni bu iki mühitdə yerləşdirib, fərqli mühitdə yerləşdirib, temperatur fərqli olan mühitdə yerləşdirib biz onu müşahidə edə bilərik. Ona görə də C variantı. Küstümatı yarpaqların toxunduqda yarpaqçıqlar bükülür. Qağayı qanatlarının köməyi ilə uçur. Noxud bığcığına dayağı eşlə yuxarı qalxır. İnsanlar sidik cövhəri kimi lazımsız zərərli maddələr börək vasitəsi xarici əsas xüsusiyyətlərdən aid nümunə göstərilməmişdir.
Bu qıcıqlanmadır. Qağayın uçmağı hərəkətdir. Noxudun bığcığın dayağa ilişib yuxarı qalxması, bu da hərəkətdir. Sidik cövhəri, bu da ifrazatdır. Burada qidalanmaya aid heç bir xüsusiyyət göstərilmiş. Arı uçuş zamanı qana əzələlərinin yüksək enerji tələbatını ödəmək üçün onun əzəl hüceyrəsi hansı orqanelin miqdarı digər toxumalara nisbətən kəskin dərəcədə çoxdur. Mitoxondri, çünki orqanizmin enerji stansiyası mitoxondri hesab olunur. Hüceyrə haqqında aşağıdakı mülahizələrdən hansı yanlışdır? Eukaryot hüceyrələrdə iki membranlı orqanellər var. Bəli, hüceyrə canlı orqanizmin ən kiçik quruluş vahididir. Bəli, yeni hüceyrə başqa hüceyrənin bölünməsi ilə əmələ gəlir. Məsələn, tanımayalama nəticəsində zigot yarana bilər. Zigotda da yeni hüceyrə inkişaf edə bilər. Yəni, bu da yanlışdır. Bitkinin kökü uc hissəsinin sxeminə hansı fikir doğrudur? İlk ixtisaslaşmış hüceyrədə əmici teldir. Əmici tellər ixtisaslaşmış hüceyrəyə aiddir. Z hüceyrəsi kökün uzuna böyüməsini təmin edir. Xeyr, kök üsküydür. Kök üsküyü kökün ucunu zədələməkdən qoruyur. Aşağıdakı qrafikdə eyni canlıya aid olan KLM strukturları olan hüceyrələr sayını göstərir. Buna uyğun olaraq KLM strukturuna aid fikir hansı doğrudur? Əgər M toxumadırsa, L-in orqanda aşağı səviyyədə yerləşməsi mümkün deyil. Bəli, çünki bu zaman orqanda daha çox, hüceyrə sayı daha çox olmalıdır. Ona görə də bir düzgündür. Əgər L orqanizmdirsə, K orqanlar sistemi ola bilər. Orqanda hüceyrə sayı daha çoxdur. Orqanlar sistemində isə ona nisbətən daha azdır. Ona görə bunu da götürə bilərik. Sonra L strukturunda ən çox hüceyrə, M strukturunda isə ən az hüceyrə. Görürsünüz, bəli, L-də ən çoxdur hüceyrə sayı, görürsünüz, M-də isə ən azdır. Bu da düzgüdür. Düzdür, oraya cavabımız olacaq D variantı 11-də. 12-ci sualımızda deyir ki, lobya bitkisinin həyat dövrü mərhələ düzgün ardıcıllığına verilib. Bu kitabınızda bu haqda məlumat var. Birinci olacaq 6, məlumat 6 olmayacaq. Birinci biz toxumu əkəcəyik, 5 olacaq. Sonra toxumdan kökçü inkişaf edəcək. Sonra 6 olacaq. Sonra 3, sonra 2, sonra isə 1. Bu da C variantına uyğun gələcək. Şagird bitkinin böyüməsini təsir edən bəzi amilləri araşdırmaq üçün bir neçə təcrübə aparır. Hazır təcrübə istifadə olunan dipçək bitkiləri eynidir. Torpaq növü və miqdarı eyni saxlanılır. Həmçinin bütün bitkilər eyni miqdarda su verilir. Verilənlərlə şagird aşağıdakı amili hansını bitkinin böyüməsinin təsirini araşdıra bilər. Deyir, suyun miqdarı da eynidir. Bitki torpağın növü eyni miqdardadır. Həmçinin bitkilər eyni miqdarda. Ona görə suyu miqdarını götürməyəcəyik. Təcrübə eynidir, növü eynidir. Deməli, bitkilərin növü eynidir, torpağın növü eynidir. Bir də suyun növü eynidir. Biri qaranlıqdadır, biri də işıqlı mühitdə. Deməli, işığı öyrənəcək temperatur. Bir temperatur 5-dir, bu da 25-dir, fərqlidir. Deməli, temperaturu öyrənəcək. Bir də nəyi öyrənəcək? Qaranlıq və işıqlı mühitdə. 1 və 2, bu da B variantına uyğun gəlir. 13-cüsü, 14-cü sualda bitkinin qaranlıq mühitdə tənəffüs prosesi zamanı qəbul etdiyi və istifadə etdiyi maddələr şəkildəki nömrə və oxla göstərilmişdir. Qaranlıqda gedirsə, yadınızı saxlayın, bitkilər qaranlıqda ancaq tənəffüs prosesi baş verir. Tənəffüs prosesində nə edir? Bitki oksigeni udur, karbon qazını və su buxarını isə xaric eləyir. Deməli, 1 olacaq oksigen, 2 karbon qazı və su C variantına uyğun gəlmiş olacaq. 15. Canlılar öyrənilməsinə istifadə olunan müşahidə metodunun digər metoddan əsas fərqi. Biz müşahidə eləyəncə, oturub müşahidə eləyək, heç bir əlavə təsir göstərmirik. Ona görə də canlı özü inkişafını ardıcıl aparılır və yaxud da ki, hər hansı proses özü ardıcıl bir proses şəklində baş verir və biz ona heç bir təsir göstərmirik. Yalnız ölü orqanizm forması, xeyr, ölünün də üzərində apara bilərik, canlında. Təbiətdə baş verən müdaxilə etmədən
Təbiətdə hansı proses baş verirsə, biz müdaxilə etmədən oturub seyirci mövqeyini göstəririk. Aşağıdakı məlumatlardan bitkinin əsas hissəsi funksiyasını təsvir edin. Suyun suda həll olunmuş maddəni kökləri yarpaqlara daşıyır. Bir nədir? Bir köklərdən yarpaqlara daşıyır. Bir kökdür. Kök göstərilib. Kökdə isə suyun sorulması gedir, daşınması gövdədə gedir. Bu yanlışdır. Fotosintez yolu ilə qida maddə oksigen istehsal edilir. 2 düzgündür. Çünki yarpaqlar fotosintez müvəffəqiyyəti ilə qida maddələri sintez eləyir. Bitkinin çoxalmasını təmin edən hissədir. Reproduktiv orqandır. Bu da bəli, çiçəyin də çoxalmasını təmin edə bilər. Bitkini torpağa bərkidir. 4. Gövdə suyu mineral maddələri daşıyır, köklə yarpaq arasında əlaqə yaradır. Bu bir kökün xüsusiyyətidir. Bu da yanlışdır. Bizə deyir ki, yanlış olanlar 1-dən 4-dür. Doğru fikri müəyyən edin. Mamırlar həyat dövründə saprofit nəsil üstünlüyü təşkil edir. Xeyr. Mamırların həyatı qametofit nəsil üstünlüyü təşkil edir. Çünki qametlər mamırların yetkin bitkisinin üzərində əmələ gəlir. Ona görə qıcıların həyat dövründə qametofit nəsil üstünlüyü təşkil edir. Qıcılarda saprofit üstünlüyü təşkil edir. Nə üçün? Qıcıların yetkin bitkisinin üzərində, yarpağın arxasında sporlar əmələ gəlir. Spor əmələ gəlirsə buna deyirik saprofit. Bu da uyğun gəlmir. Yetkin şam ağacı qametofit nəsildir. Yadınızda saxlayın. Toxumlu bitkilərdə qametlər inkişaf etmir. Ona görə də bu qametofit nəsil deyil. Bu da deyil. Çiçəkli bitkilər düşeyim hissəsi dişi qametofitdir. Bəli, bu düzgündür. Ona görə də bu da D variantı uyğun götürmüş olacaqdır. Sonra şəkildə təsvir olunan tozlanma növü hansı xüsusiyyəti növü üçün hansı xüsusiyyət daha xarakterikdir? Həşəratla tozlanma göstərilib. Erkəkçiklərin sapı uzun və çiçəkdən kənara çıxması. Xeyr. Tozcuqlar yüngül və hamar olması bu küləklə tozlanmaya, çiçəklər parlaq rəngi və nektarın olması və həşəratı cəlb etmək üçün parlaq rəngi və nektara malikdir. Tozcuq dənəciyi dişici yağıcığına düşdükdən sonra mayalanma baş verməsi üçün deməli, 2 qat mayalanma prosesini keçəndə biz dedik ki, tozcuq dənəsində 2 dənə nüvə olur. Vegetativ nüvə, generativ nüvə. Vegetativ nüvə tozcuq borusu uzadır. Generativ nüvə isə həmin o tozcuq borusu ilə gəlir. Ortada 2 dənə sperma çevrilir. Və rüşeymdə hissəsinə daxil olub. Biri yumurta hüceyrə, biri mərkəzi hüceyrə. Deməli, tozcuq borusunu əmələ gətirərək dişici yağıcına düşdükdən sonra mayalanma baş verir. Rüşeym hissəsinə çatmalıdır. Bəli, bu C variantıdır. Düzgün cavab. Bitki və heyvan hüceyrələri müqayisə edərkən aşağıdakı hansı səhvdir? Hər iki bitki hüceyrə mitokondriya və ribosom rast gəlinir. Bunu deyə bilmərik. Bunu deyə bilərik də, niyə deyə bilmərik ki? Məsələn, bitki hüceyrəsində də mitokondri var, heyvan hüceyrə, hər evkaryot hüceyrələrdə mitokondrilər olur. Bəli, bunu deyə bilərik. Bizə səhvi soruşur. Ona görə bunu götürmürük. Bitki hüceyrəsində hüceyrə divarı oldu, heyvan hüceyrəsində bu strukturu yoxdur. Bəli, bunu da deyə bilərik. Heyvan hüceyrəsində iri mərkəzi vakual, bitki hüceyrəsində isə kiçik olur. Ümumiyyətlə, elə bunu deyə bilmək, çünki heyvan hüceyrəsində vakual olmur. Bitki hüceyrəsi üçün xarakterikdir. 21. Verilənlərdən hansının əmələ gəlməsində yumurtalıq iştirak edib, meyvə əmələ gəlir. Meyvə nədədir? 1-dədir, 5-dədir, bir də 6-dadır. Bu da B variantı. Çiçək formulu olan bitki hansı doğru deyil? Bəzi çiçəklər bitişikdir. Bu hansı bitkinin formuludur? Bu, yadınıza saxlayın, baxlaların formulu. Çiçək yanlığı gördüyünüz kimi kasa yarpağı var, bir də ləçəyi var. Kasa yarpağı, ləçəyi varsa, bu 2 qat çiçək yanlığıdır. Sadə çiçək yanlığı deyilə B variantı uyğun gəlmiş olacaqdır. Şəkildə mikroskop altında soğan eptel hüceyrəsinin təsvir olunmuşdur. Miqyas xəttinin uzunluğu 50 metr, hüceyrənin uzunluğu isə miqyas xəttinin uzunluğundan 2,4 dəfə çoxdur.
Şagird şəkil üzərində hüceyrənin uzunluğunu 48 mm ölçmüşdür. Hüceyrənin faktiki uzunluğu və mikroskopun böyütmə dərəcəsini hesablayın. Faktiki uzunluğu miqyas xəttindən 2,4 dəfə böyükdür. Elə 50-ni vuracağıq 2,4-də, bu da eləyəcək 120. Deməli, faktiki uzunluğu 120 mikrometrdir və bunun deyir böyütmə dərəcəsini 48 millilitri mikrometrə çevirsək 48.000 eləyəcək. Çünki 1 millimetr 1000 mikrometrdir və onu böləcəyik neçəyə? Və onu böləcəyik bunun uzunluğuna 120-yə. Bu da eləyəcək 400. Bu da C variantına uyğun gəlmiş olacaq. Aşağıdakı qrafikdə müxtəlif temperaturda mikroorqanizm çoxalma sürəti göstərilmişdir. Verilmiş fikirlərdən hansı doğru deyil? Doğru deyil. 30 cc-də mikroorqanizm ən sürətlə çoxalır. 30 cc-də xeyr, bunu tam deyə bilmərək. Sonra 4 cc mikroorqanizm zamanla çox dəyişir. Bunu da deyə bilmərik. 4-cü dərəcədə. 15-ci dərəcədə 20 cc-də daha sürətlə çoxalır. 15-ci dərəcə 20 cc. Hissə olub. Burada gördüyünüz kimi ən yüksək çoxalma ilə 15-ci cc 20 dərəcədir. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Mürəkkəb yarpağın sadə yarpaq əsas fərqi nədir? Yadınızı saxlayın, mürəkkəb yarpağın sadə yarpaqdan fərqi ondan və mürəkkəb yarpaqda bir saplaq üzərində bir neçə yarpaqcıq yerləşmiş olur. Sadə yarpaqda isə bir dənə yarpaq yerləşir. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.